xəttkeşdir bizə. Hə. Uşaqlar, xəttkeş üzərində. Xəttkeşin üzərində biz həm marginzi, səhifənin kənar boşluğunu, həm də uşaqlar paraqrafı tənzimləyə bilərik. Bax, bu xəttkeşdən biz həm marginzi, yəni bu page layout-da, page setup'da margins var idi, səhifənin kənar boşluqları. Həm marginzi, həm də bu paraqrafın left-right'ı var, paraqrafın alt dialog pəncərəsində, bu left-right, bunu tənzimləyə bilirik xəttkeşdən. Marginsin, bu qara hissə var, bu görürsünüz xəttkeşin bu hissəsində qara hissə. Bu bizim marginsimiz uşaqlar, səhifənin kənar boşluqları. Bax uşaqlar, bu top margindir, yəni yuxarıdan boş buraxıb aşağıya doğru çıxma. Görürsən, dartsan köy xətt. Bütün səhifələrə tətbiq olunur. Bütün səhifələri yuxarıdan bu qədər boş buraxıb da aşağıya doğru sıxdı. Bu left margindir. Bu prosa gərək tutuzlasan, bax. Left margin. Xəttkeşin bu qara hissəsi. Bax, bütün səhifələri soldan boş buraxıb sağa doğru sıxdı. Bu right margindir. Sağ kənar boşluğudur xəttkeşin. Bu da uşaqlar, bunun aşağısında da var bottom margin. Bax, bu qarada bu bottom margin. İndi uşaqlar da bu marginsi xəttkeşlə sualı belə düşə bilmir. Yəni, nə desəm, qara tutub dartacaq deməyəcək ki. Yəni, bunun belə element kimi olmadığına görə sual kimi verəmir. Amma desələr ki, bir dənə bu sual ola bilər. Xəttkeşdən marginsi, page setup marginsini tənzimləmək olurmu? Bəli, olur. Amma paraqraf üçün suallar olur burada. Gəlirik, burada paraqrafı da tənzimləmək olur. Paraqrafın tənzimlənməsi uşaqlar, yəni abzasın tənzimlənməsi üçün. Xəttkeşin bu sol hissəsində bu 5 bucaqlı, 5 bucaqlı bir də kvadrat bu. Bir dənə də sağ hissəsində bir dənə bu 5 bucaqlı. Bu xəttkeşi tənzimləmək üçündür. Birinci sağ tərəfindən başlayıram. Sağ tərəfdə cəmi bir dənə element var. O da right indentdir. Cari abzasın sağ kənar boşluğu. Cari abzasın sağ kənar boşluğu. Bax, buradakı bu right indent. Paraqraf dialog pəncərəsində right indent. Cari abzası sağdan boş buraxıb sola doğru sıxmaq. Sual var sağdakına dair. Yox. Gəlirik sol tərəfdəki elementlərə. Sol tərəfdə isə 3 dənə ayrı-ayrı hissəni tutub dartmaq olur. Bax, birinci 5 bucaqlını, bu ikinci 5 bucaqlını, bir dənə bu kvadratı. Bu birinci 5 bucaqlını tutub dartdıqda uşaqlar, ancaq cari abzasın birinci sətrinə hərəkət elətdirir. First line indent. Cari abzasın ancaq birinci sətrinə hərəkət elətdirir. First line indent. Cari abzasın birinci sətrinə hərəkət elətdirir. First line indentdir bu uşaqlar. Görürsünüz? Və uşaqlar, bu Azərbaycan dilində adlanır mətnə abzas çıxıntısı vermək. Abzas çıxıntısı vermək. Bax, TQDK-nın sualı. Test bankında sualıdır. Bunu seçib belə uşaqlar deyir. Bu seçilmiş mətnə abzas çıxıntısı vermək hansı elementdəndir? Bax, bu birincidən, first line-dan. Cari abzasın birinci sətrinə hərəkət elətdirir. Ancaq cari abzasın birinci sətirləri irəliyə doğru getdi. Abzas çıxıntısı bir üstlər, növbəti abzası keçəndə biraz irəlidən yazsın axı. Bax, abzas çıxıntısı odur. Cari abzasın abzas çıxıntısı vermək. First line indent. Cari abzasın ancaq birinci sətrinə hərəkət elətdirir. Bu uşaqlar hangingdir, hanging. Birinci sətir qalır yerində, yerdə qalan bütün sətirlərini hərəkət elətdirir. Hanging indent. Bax, birinci sətir qalır yerində, yerdə qalan bütün sətirlərini hərəkət elətdirir. Hanging. Bunun amma belə Azərbaycan dilində bir tərif kimi bir sözü yoxdur. Yəni, Azərbaycan dilində belə bir əməliyyat eləmirik. Sadəcə birinci sətir qalır, yerdə qalan bütün sətirlərini hərəkət elətdirir. Bu kvadratı isə uşaqlar, cari abzasın sol kənar boşluğudur. Left indent. Cari abzası bütövlükdə, sol kənar boşluğu. Soldan boş buraxır, sağa doğru sıxır bütövlükdə. Bildi hamı? Hər biri nə üçündür? Uşaqlar, hamı bildi? Sualı olan var? Xeyr, mən. İndi onda bu paraqrafın alt dialog pəncərəsini açıb, buradan da göstərirəm bunları. Paraqrafın alt dialog pəncərəsini açdım. Bu sağda olan bir dənə elementdir. Bu da right indentdir. Cari abzasın sağ kənar boşluğu. Gəlirəm bu sol hissədə 3 dənə elementdir. Bu kvadrat olan left indentdir. Cari abzasın sol kənar boşluğu. O kvadrat olan üzərində qoyduğum. Bu left indentdir. Cari abzasın sol kənar boşluğu. Bəs bu first line-dan hanging harada yerləşib? First line bir də hanging. Bu first line-dan hanging isə yadınıza gəlsə mən bu paraqrafın dialog pəncərəsini danışanda bir dənə sizə buradan special deməmişdim. Demişdim special-ı xəttkeş danışanda deyəcəm. Bu special-ın içindədir. First line-dan hanging. First line cari abzasın birinci sətrinə hərəkət elətdirməkdir. Yəni mətnə abzas çıxıntısı verməkdir.
First line. Mətnə abzas çıxıntısı vermək. Çünki bunu belə kəsər uşaqlar. Adi bu pəncərəni kəsir. Deyir ki, mətnimin abzas çıxıntısı nə qədərdir? Sən avtomatik baxmalısan, amma bura first line 1,27 sm. Abzas çıxıntısı. Cari abzasın ancaq birinci sətrinə əks etdirir. Bir dənə də hanging var. Bu inanmıram sual kimi düşər. Çünki hangingdə nədir uşaqlar? Birinci sətr qalır, yerdə qalan bütün sətrlərini əks etdirir. Bu elə də tətbiq elədiyimiz bir şey olmur. Bu da ikinci bu 5 bucaqlı olandır. First line birinci 5 bucaqlıdır. Birinci sətrini əks etdirir. Bu da ikinci 5 bucaqlıdır. Hanging. Birinci sətr qalır, yerdə qalan bütün sətrlərini əks etdirir.